Mən Bravoyətmi, Mingəçevir şəhərdir. Əskər yoldaşım, Can Baxşov xəyalın ruhuna həsr edirəm. Qulaq asın ey cəmaət, qəmlidir bu rəvayət. Bir şəhid haqqındadır, əsl igid haqqındadır. Can Baxşov xəyaldır, bir məqsəd, bir amaldır. Torpağı azad olsun, xalqın könlü şad olsun. Xəyal uşaqlığından, həmişə qoçaqlığından vətənə xidmət istəyib, komando geyimin geyib. O kursunu keçibdir, bu sahəni seçibdir. Kursu keçib qutardı, çünki məqsəd vardı. Yerdə qalan torpağı, o öz rəngli bayrağı daima azad görə, bu milləti şad görə. Əlindəki dronla, ermənini kalonla qırıb batırdı yolda. Elə ki antiterrorda şücaətin göstərib, o qüvvətin göstərib.